İmam Sadiq əleyhissalam buyurur ki, elə ki Şaban ayı gəldi, İmam Zeynul Abidin əleyhissalam səhabələrini topladı. Hamısını topladı. Dedi, ey mənim əshabım, heç bilirsiniz bu nə aydır ki, Şaban ayı daxil olur? And olsun o Allaha ki, Əli ibn Hüseynin canı onun əlindədir. Atam Hüseyin ibn Əlidən eşitmişəm. O da atası Əmir əl-Möminindən bu sözü nəql edir ki, hər kəs Şaban ayında Peyğəmbərin məhəbbəti və Allaha yaxınlaşmaq üçün oruç tutsa, Allah da onu sevər və qiyamət günündə kəramətinə yaxın eləyər və cənnətə ona vacib edər. Cənnət ona vacib olar. Bacardığınız qədər, nə qədər gücünüz çatır, bu ay hələ qabaqdadır. Bacardığınız qədər bu ayda oruç tutun. Nə qədər gücünüz çatır? Bir gün, 2 gün, 3 gün, ondan daha çox.